Çində qadağan olunmuş şəhərə yollandı. Niyə qadağan olunmuş şəhərdir deyə soruşsaz, çünki o dövrdə imperator və onun ailəsindən başqa heç kəs bu şəhərə girə bilməzdi. Təsəvvür edin, əhalinin belə girməyə qadağan olunan bu şəhərə əsrlər sonra mən cəmi 10 manata girdim. Bu arada Pekinə səfər edirsinizsə, mütləq bu şəhərciyi də onun içərisinə salın. Çinin o tarixi və ənənəsini məhz bu şəhərciyidə görmək mümkündür. Biletləri istər öncədən onlayn, istərsə də elə yerindəcə kassadan ala bilərsiniz. Ödənişi Alipay ilə ödəyirsiniz və rahatlıqla pasportunuza yüklənir ki, o da sizin biletiniz olur. Getdiyimiz ərəfə yeni ilə yaxın olduğundan bütün Çinlilər milli geyimdə idi. Təbii ki, o milli ab-hava bizim də çox xoşumuza gəldi. Bu şəhərin tikintisi 1406-cı ildə Ming sülaləsinin imperatoru tərəfindən başladılıb və 14 il davam edir. Saray uzun müddət insanlar üçün bağlı olduğundan qadağan olmuş şəhər adı alır. Təbii ki, bura imperatorun sarayı olub və burada imperator ailəsi ilə saray məmurları və bəzi icazə almış şəxslər qala bilər. Məni ən çox heyrətə salan isə bu ərazinin böyüklüyü idi. Təsəvvür edin, bu şəhərciyin içərisində 980 bina və minlərlə otaq var. Əgər bura getməyi planlayırsınızsa, rahat 3-4 saatınızdan keçməlisiniz. Hal-hazırda saray muzey kimi fəaliyyət göstərir və UNESCO-nun dünya irslərindən biridir. Çin nə qədər hündür binaları ilə, işıqları ilə məşhurlaşsa da, sırf bu şəhərdə siz o ənənəvi Çini görəcəksiniz. Bəs siz qadağan olunmuş şəhər haqqında nə eşitmisiniz? Rəydə mənimlə bölüşün.